Allah insana xəlifə deyib. Xəlifə yəni Allahı təmsil eləyən. Bu böyük bir addır. Həqiqətən də insana verilmiş ən böyük qiymətdir, ən böyük dəyərdir. İnsan həm də vəhdətin aynasıdır. Allahın birliyinin aynasıdır. Yəni Allahın birliyini göstərən bir aynadır. İslam dininin təvhid adlandırılmasının əsas səbəblərindən biri də budur. Yəni Allah bütün xüsusiyyətlərində vahiddir. Hər bir şeydə vahiddir. Öz qüdrətində o təkdir. Öz elmində təkdir. Ruzi verməkdə təkdir. Yaratmaqda təkdir. Hər bir şeydə təkdir. Biz bir-birimizlə davrandıqda, münasibətdə ehtiyatla davranmalıyıq. Yəni, hesab etməliyik ki, qarşımızdakı insan Allahın xəlifəsidir. Allahın yaratdığı tək nüsxədir. Vahiddir. Ondan heç vaxt olmayacaq, heç vaxt yaranmayacaq. Heç kəsdən heç vaxt daha yaranmayacaq. Hər kəs bir ədəddir, bir vahiddir.